Lobbi, yanlış məlumat, təsir və sükut. Misal üçün, Azərbaycan bizim nəzarətimizdədir. İlham Əliyev şiə balasıdır, üstünə getmək olmaz. Azərbaycanda pasportlarda hicab məsələsini, məhbusların məsələsini biz həll edirdik ki, bəziləri çıxıb Azərbaycan hökumətini qızıqlandırdılar deyə bu kimi şeylər alınmadı və s. Zəngəzur dəhlizi. İqtisadi fürsətdir. Dindarlar həbsdədir. Ailələr çarəsiz qalıb. Rəsmi Tehran səssizdir. Azərbaycandakı şiələr zülm görür. Bir neçə həftə əvvəl siyasi məhbus Azərbaycan əleyhinə İrana casusluqda şərhlənərək həbs edilən jurnalist Polad Aslanov iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinə münasibətini açıqlayaraq bildirmişdi ki, çox təəssüf ki, bu yüksək səviyyəli müzakirələrdə Azərbaycanda İranı işləmək ittihamı ilə əsassız yerə şərhlənərək həbs olunan günahsız dindarların, xüsusilə də artıq bir ildir həbsdə saxlanılan dindar xanımların taleyi tamamilə diqqətdən kənarda qalmışdır. Mənə qarşı irəli sürülən saxta ittihamlara etiraz olaraq həyat yoldaşım Gülmira Aslanova vaxtilə İranın Azərbaycandakı səfirliyi qarşısında dinc aksiya keçirməyə cəhd etsə də, səfirlik əməkdaşları polisin arxasında gizlənərək həyat yoldaşımı və azyaşlı övladımı ərazidən uzaqlaşdırmış, bununla da mövcud rejimin mənə qarşı etdiyi zülmə şərik olmuşdur. Halbuki mənim cinayət işimdə İran İslam Respublikasının vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş nümayəndəsinin də adı keçir. Lakin çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən bir nəfər belə nümayəndə bircə dəfə də olsun məhkəmə zalına gəlmədi. Məni məhz İranı işləməkdə ittiham etdikləri halda rəsmi Tehran bu qondarma iddialara qarşı heç bir mövqe nümayiş etdirmədi. Beynəlxalq İnsan Hüquqları Təşkilatı, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və Almaniyanın dövlət rəsmiləri Azərbaycandakı siyasi məhbusların və dindarların azadlığını tələb etdiyi halda müsəlman dünyasının, xüsusən də adında İslam daşıyan bir parlamentin rəhbərliyinin bu ədalətsizliyə qarşı səssizliyini böyük təəssüf hissi ilə qeyd edirəm. Əziz izləyicilər, bu sizin üçün də maraqlı olmuşdur ki, nə üçün Azərbaycanda bu qədər şiələrə zülm edildiyi halda təəssüf ki, İrandan bir səs olsun belə çıxmır. Dövlət səviyyəsində hər kəs bu zülmə səssiz qalır. Bunun səbəblərini İranlı tanınmış siyasətçilər vasitəsilə verəcəm. Xahiş edirəm ki, sizləri də maraqlandıran və düşündürən bu mövzuya sona qədər diqqətlə qulaq asın. Daha əvvəl İranlı analitik Doktor Əhməd Kazıminin sözlərini video halına salıb paylaşmışdıq. Həmin video Telegram kanalımızda qalıb. Doktor Əhməd Kazımi Azərbaycan hakimiyyətini İranda fəaliyyət göstərən lobbisi haqqında demişdi ki, Bakı, ABŞ və Avropa ölkələrində öz nüfuzunu qorumaq məqsədi ilə lobbilərinə böyük məbləğlər xərcləyir. Lakin təxminlərə görə İran daxilindəki lobbilərə ayrılan vəsait qərbdəki lobbi xərclərindən daha çoxdur. Əslən İran azərisi olan siyasi təhlilçi və beynəlxalq hüquq üzrə doktor Əhməd Kazımi bu sözləri bildirmişdi. Bəs lobbi nə deməkdir? Bir ölkənin hakimiyyətinin başqa ölkədə lobbisi olması o deməkdir ki, həmin hakimiyyət öz maraqlarını qorumaq və təsirini artırmaq üçün başqa ölkədəki siyasi, iqtisadi və ictimai əlaqələr qurur. Lobbinin fəaliyyəti adətən bunlardan ibarət olur. Siyasətçilərlə əlaqə qurmaq, qanunlara, qərarlara və dövlət siyasətinə təsir göstərməyə çalışmaq, ictimai rəy yaratmaq, media, tədbirlər, araşdırmalar və müxtəlif təşkilatlar vasitəsilə öz mövqeyini tanıtmaq, iqtisadi maraqları qorumaq, ticarət, investisiya və şirkətlərin fəaliyyətinə dəstək vermək, mədəni və humanitar əlaqələr qurmaq, ölkəsinin imicini yaxşılaşdırmaq üçün fəaliyyət göstərmək. Bir sözlə, lobbi gizli maliyyələşmə, qanunsuz təsir və dövlət qərarlarını gizli yollarla dəyişdirməyə qadirdir. İranlı analitik Əbu Kazım Həsəni isə bildirib ki, son 30 il ərzində İsrail ilə Azərbaycan arasındakı əlaqələr tədricən hərbi və enerji əməkdaşlığından daha geniş, strateji münasibətlər səviyyəsinə yüksəlib. Bu gün Azərbaycan hakimiyyəti ABŞ və İsrail üçün Qafqazda mühüm tərəfdaş kimi qiymətləndirilir. Lakin bu məsələnin daha mürəkkəb tərəfi İran daxilində bəzi təsir qruplarının olmasıdır. Yəni Azərbaycan hakimiyyətinin İrandakı lobbiləri. Bu qruplar, yəni lobbilər Azərbaycanla bağlı bəzi məsələlərdə İran rəhbərliyinə yanlış məlumatlar ötürür. Azərbaycan hakimiyyətinin addımlarına qarşı diqqəti azaltmağa çalışır və Zəngəzur dəhlizi kimi layihələri iqtisadi imkan kimi təqdim edirlər. Bu layihə əslində İranın geosiyasi və iqtisadi baxımdan sıxışdırılması məqsəd daşıyır. İsrail 1990-cı illərdən etibarən Cənubi Qafqazda və xüsusilə Azərbaycanda öz təsirini artırmağa başlayıb. Azərbaycanın coğrafi mövqeyi İranla qonşuluğu və enerji ehtiyatları İsrail üçün mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq 3 əsas sahədə inkişaf edib.
1. Hərbi və təhlükəsizlik sahəsi. İsrail Azərbaycanın əsas silah təchizatçılarından biridir və 2020-ci il Qarabağ müharibəsində Azərbaycanın hərbi üstünlük qazanmasında mühüm rol oynayıb. 2. Enerji sahəsi. Azərbaycan İsrailin neft ehtiyaclarının böyük hissəsini təmin edir. Həmçinin SOCAR İsrailin enerji layihələrində iştirak edir. 3. Demografik və siyasi təsir. Azərbaycanda Yəhudi icmasının və İsrail ilə əlaqələrin artması ölkənin siyasi və ictimai strukturuna təsir göstərib. İrandakı Azərbaycan hakimiyyətinin lobbiləri olan bu şəxslər özlərini İslam inqilabı, İran İslam Cumhuriyyətinin tərəfdarı kimi göstərsələr də əslində türkçü ideyaları ön plana çıxarırlar. Analitik burada demək istəyir ki, hətta İranda olan Azərbaycan hakimiyyətinin lobbiləri ruhani libasına bürünmüş insanlardan ibarət ola bilər. Onlar barmaqlarında üzük, əllərində təsbih və dodaqlarında zikir edərək hazırda İran daxilində Azərbaycan, daha doğrusu desək, Əliyevlərin maraqlarını müdafiə edirlər. Daha sonra həmin analitik bildirir ki, İran daxilində bəzi nüfuzlu şəxslər Bakı ilə əlaqələrindən istifadə edərək İran rəsmilərinə yanlış məlumatlar ötürürlər. Əziz izləyicilər, yanlış məlumat deyən zaman ola bilər ağlınıza sual gələr ki, hansı yanlış məlumat? Burada biz bir neçəsini qeyd edəcəyik. 1. Azərbaycan bizim nəzarətimizdədir. 2. İlham Əliyev şiədir, xanımı Seyyidə nəslindəndir. Onun üstünə getməyin, yoxsa bizdən küsüb İsrailə üst tutur. 3. Azərbaycanda pasportlarda hicab məsələsini, məhbusların məsələsini biz həll edirdik. Bəziləri çıxıb Azərbaycan hökumətini qıcıqlandırdılar deyə işimiz yarımçıq qaldı və s. Həsəni bildirir ki, dini görüntülü lakin pantürkçü mövqedə olan bu şəxslər İran daxilində Azərbaycanın İsraillə əlaqələrini müdafiə edir və bunu adi əməkdaşlıq kimi İranda yüksək məqamlara məruz edirlər. Bu qrupların istifadə etdiyi 3 əsas üsul. 1. Təhlükəni kiçiltmək. İran daxilində bəzi şəxslər, yəni lobbilər İsrail-Azərbaycan əməkdaşlığını adi münasibət kimi göstərməyə çalışırlar. Halbuki ən azı Azərbaycan İranla sərhəddə yerləşir və buna görə də bu məsələ digər ölkələrlə müqayisə edilə bilməz. 2. Yanlış məlumat yaymaq. İran daxilindəki lobbilər Azərbaycanın İran qarşısında yaratdığı təhlükələri, o cümlədən siyasi və təhlükəsizlik məsələlərini lazımi qədər ciddi göstərmirlər. 3. Zəngəzur dəhlizini müdafiə etmək. Həmin İran daxilindəki bəzi qruplar Zəngəzur dəhlizini iqtisadi fürsət kimi təqdim edir. Lakin bu layihə İranın tranzit imkanlarını zəiflədə və İranı regional baxımdan təzyiq edə bilər. Eyni zamanda geosiyasi oyunda Qərbin məntəqədə verilməsini təmin edir. Zəngəzur dəhlizi sadəcə ticarət yolu kimi deyil, daha böyük geosiyasi layihə kimi təqdim edilir. Bu layihənin məqsədləri: İranın tranzit yolundakı rolunu azaltmaq, şimal sərhədlərində NATO təsirini artırmaq, İranın regional mövqeyini zəiflətməkdir. Əgər bir layihə bir ölkə təzyiq vasitəsi kimi görülürsə, həmin ölkə onu necə fürsət kimi qəbul edə bilər? Bəli, əziz izləyicilər, ümid edirəm ki, bu videodan sonra Azərbaycandakı şiələrin yaşadığı vəziyyət və eyni zamanda İranın bu məsələdəki mövqeyi və səssiz qalması barədə daha aydın təsəvvür yarandı. İnanın, bu qədər dindar cildində olan lobbilər o qədər güclüdür ki, İranda bəzi dairələrdə Azərbaycanda vəhabilərin olduğundan, şiələrin çətin vəziyyətdə olduğunu şübhə altına sala biliblər. Məsələn, Azərbaycanda olan vəhabilərin həqiqətdə şiələrə problem olmayan yerli sünnilər kimi təqdim edirlər. Bu lobbilər İran rəsmilərinə hər şeyin əksini məruzə edirlər və beləliklə 30 ildir şiələrin zülm altında yaşamağının məhz ən böyük səbəblərindən mən deyərdim ki, başlıca səbəblərindən biri də bu qüdrətli lobbidir.